Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhum. Bugün çox ağır bir xəbər eşitdim. Həbsdə olan jurnalist Şəmşad Ağanın həyat yoldaşı xanımı ağır xəstəliyə yoluxub. Mən öncə Şəmşad Ağanın xanımına Allahdan şəfa diləyirəm. Bu Şəmşad Ağanın ailəsinə bir neçə gün bundan əvvəl də bir ağır içki üz verdi. Onun qardaşı qızı, 17 yaşlı qardaşı qızı dünyadan köçdü. Allah rəhmət eləsin. Bunlar əlbəttə ki, bir faciədir, ağır içkidir və böyük problemdir həm də. Amma bunlardan ən böyüyü Şəmşad Ağanın saxta ittihamlarla həbs olunmasıdır. Bilirsiniz ki, Meydan TV işi üzrə bir neçə jurnalist saxta ittihamla həbs olunublar. Bunların içində xanımlar da var. Mən həmən jurnalistləri də tanıyıram, yaxşı tanıyıram və Şəmşad Ağa ilə də dostluq münasibətimiz olub. Bir-birimizə gedib gəlməyimiz olub, bir yerdə işləmişik və onun necə insan olduğunu çox yaxşı bilirəm. Bildiyim üçün də bu iddiadayam ki, Şəmşad Ağa heç bir zaman bu dövlət üçün, bu vətən üçün, bu xalq üçün zərərli nəsə etməz. Hər şeyindən keçər, hər şeyini itirər, amma digəri üçün, digərinə zərdə qədər də zərər verə bilməyi düşünməz. Yəni, heç bir halda düşünməz ki, öz rahatçılığı üçün, öz mənfəəti üçün kimisə incitsin, kimisə zərər versin. Bunları ona görə deyirəm ki, Şəmşad Ağanın saxta ittihamlarla həbs olunması bizim üçün, onu tanıyanlar üçün, mən güman edirəm ailəsi üçün də və cəmiyyət üçün açıq, aydındır ki, o ittiham olunduğu məsələlərdən qətiyyən əlaqəsi yoxdur. Şəmşad Ağa deməli, çox azad fikirli bir insan idi. Həqiqətin hər bir zaman, həqiqətin yanında olan bir insan idi. Və eyni zamanda kimliyindən asılı olmayaraq yardıma ehtiyacı olanın yanına qaçan, yanına gedən ilk şəxslərdən həmişə biri olurdu. Bunu həm mən onunla münasibətim olduğu dövrlərdə, çünki mən münasibətim olduğu dövr deyirəm, mən xaricdə yaşadığım üçün bir neçə ildir ki, ondan deməli, tez-tez əlaqə saxlaya bilmirdik. Amma Azərbaycanda olduğumuz dövrdə demək olar ki, biz hər gün ən azı zəngləşirdik. Yəni, tez-tez görüşürdük, ən azı zəngləşirdik. Mən ona görə keçmiş zamanda dedim. Hamı onu tanıyanlar bilirlər ki, bəli, Şəmşad Ağa ittiham olunduğu məsələlərlə heç bir əlaqəsi yoxdur. O sadəcə hakimiyyətin etdiklərini qəbul etmirdi və hakimiyyətin diktəsi ilə nəsə yazmırdı. Eyni zamanda hakimiyyətin zülmü ilə barışmırdı. Bugün onun başına gətirilənlər məhz onun dürüst insan olmasına görədir. Tarixdə də belə bir şeylər var. Yəni, adətən doğru və dürüst insanları həmişə əzməyə çalışırlar. Çünki əyri insanlar dürüstləri özlərinə problem kimi görüblər, əngəl kimi görüblər. Şəmşad Ağa dürüst olduğu üçün bugün əzilir və eyni zamanda Azərbaycanda yüzlərlə, minlərlə şəxslər var ki, onlar söhbət həbsdə olanlardan söhbət edir. Onlar dürüst olduqları üçün həbsdədirlər. Onlar hətta bəziləri heç kimlərisə tənqid eləməyiblər, kimləri haqqında heç mənfi nəsə danışmayıblar da. Bu zalim rejimi tənqid etməyiblər, zalim rejimə niyə belə edirsən deyə bir cümlə də deməyiblər. Ancaq öz həyatlarını dürüst yaşadıqları üçün zalim rejim onların dürüstlüyündən qorxublar. Və necə ki, yarasalar gün işığından qorxduqları kimi, bunlar da, bu hakimiyyət də bu cür ziyalı insanların ziyasından qorxub həmişə bu insanları incitməyə çalışıblar, bu insanları saxta ittihamlarla həbs etməyə çalışıblar. Məsələ aydındır, bu barədə ətraflı və geniş danışmağa ehtiyacı yoxdur, amma bir mənalı olaraq
biz Azərbaycan hakimiyyətindən Şəmşad ağanın və digər deməli məhbus insanların həbs olunan ki, onlar ki, saxta ittihamlarla həbs olunublar, o insanların dərhal azad edilməsini tələb edirik. Mən əslində həmişə bu siyasi məhbus mövzusunda danışanda onları siyasi əsir hesab edirəm. Onlar məhbus deyirlər, onlar sadəcə hakimiyyətin tərəfindən əsir alınıblar, əsir saxlanılırlar. Onların əyilməsini, sındırılmasını hakimiyyət çalışır ki, onları əysin, sındırsın. Bu insanlarda əyilməyəcəklər, sınmayacaqlar. Fiziki cəhətdən məhv oluna bilərlər, amma bunların dürüst əqidələri, hakimiyyət uğrunda apardıqları dürüst deməli mücadilə bunları mütləq qalib eləyəcəklər. Fiziki cəhətdən bunlar hakimiyyət tərəfindən yox edilsələr də, amma əqidə baxımından bunlar mütləq qalibdirlər. Biz o məsələnin o cür fəlsəfi tərəfinə keçmək istəmirik. Bir mənalı olaraq indi ailə çox çətin bir durumdadır. Həqiqətən 2 az yaşlı uşaq var. Bu uşaqların talehi ilə oynamaq olmaz. Baxmayaraq ki, Azərbaycan hakimiyyəti yüzlərlə, minlərlə uşağın talehi ilə biganədir, hətta talehini qaranlığa çevirib. Amma cəmiyyət olaraq bu məsələdə birləşməlidir ki, cəmiyyət Azərbaycan hakimiyyəti onsuz da Şəmşad ağanı və digərləri bilərəkdən, şərtləyərək, böhtan ataraq həbs edib. Burada xahişlə, minnətlə filan bunların azad edilməsi də mümkün deyil. Azərbaycan cəmiyyəti bir mənalı olaraq hakimiyyətdən saxta ittihamlarla həbs olunan insanların azad edilməsini tələb etməlidirlər və xüsusən Şəmşad ağa kimi acı taley yaşayan ailələrdə isə biraz diqqət çəkilməlidir. Bunlar biraz önə çıxmalıdırlar. Çünki dediyim kimi xanımının xəstəliyə yoluxması həqiqətən böyük bir faciədir. Allah şəfa versin. Biz ilk növbədə şəfa diləyirik Allahdan. Amma belə bir vəziyyətdə ən böyük şəfa, ən böyük təskinlik əlbəttə ki, Şəmşad ağanın evində olmasıdır, ailəsinin yanında olmasıdır, xanımının yanında olmasıdır. Və mən elə düşünürəm ki, xanımı üçün bugün ən yaxşı şəfa, rahatladıcı, ən yaxşı amil Şəmşad ağanın onun yanında olub ona dəstək olmasıdır. Hakimiyyətdən biz tələb etməliyik, hakimiyyət heç olmasa belə bir vəziyyətdə deməli Şəmşad ağanı azad etməlidir. Yəni bu xalqın, bu cəmiyyətin nifrətinə çox çevrilməmək üçün heç olmasa belə bir yeslər etməlidir ki, Şəmşad ağanı azad etsin. Biz bir mənalı olaraq mən şəxsi məhbusları xüsusən deməli şərlənərək, böhtan atılaraq həbs olunan şəxsləri və məxsusən Şəmşad ağanın qeyd-şərtsiz, gecikmədən azad edilməsini zalim qəsbkar hakimiyyətdən tələb edirəm.